Ev almaq istəyənlərin nəzərinə, bu mənzillərin bahalaşma dövrü başa çatır. Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir. Bunu reporta açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4% təşkil edib. 2026-cı ildə bu göstəricinin 6,5%-ə, 2027-ci ildə isə 5,2%-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir. Vüqar Oruc qeyd edib ki, 2026-cı ildə artımın əsasən mərkəzə yaxın və infrastruktur baxımından əlverişli rayonlarda daha yüksək olacağı gözlənilir. 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə keçəcəyi gözlənilir.